Bərdə filialının açılışını marketinq komandası olaraq əla bir şəkildə tamamlayırıq, amma çox yorğunuq. Enerjimizi bərpa eləmək üçün otelə yollanırıq. Sabah ezamiyyətimiz bitir, çəkilişlərimiz var, ağır gündür. Səhər-səhər çəkilişlərimizi tamamlayırıq və yollanırıq Bərdə bazarına. Açıq bura niyə gəlirik mən də bilmirəm. Komanda deyir ki, gəlin gedək Bərdədən təbii qidalardan alaq. Şəhərdə hər yerdə tapa bilmirik. Mən də onlara yoldaşlıq edirəm. Əsas da alış eləyən videoqrafımız Cümşüdü gördüyünüz kimi və marketinq menecerimiz Aliyə xanımdır. Alış eləyən zaman burada dovşanlar görürlər, dayanırlar, dovşanlara baxırlar. Mən də 2 dəfə görürmüş kimi özüm aparıram. Aliyə xanım burada çəkiliş eləyir, Cümşüd dovşanları tumarlayır. Dovşanları sevirlər, xoşlarına gəlir və sonra yollanırlar Bərdənin Ağartı bazarına, məşhur Bərdə pendirini almağa. Alışlarını eləyirlər və Cümşüd burada yol üçün mandarin alır. Almamışdan qabaq mandarinin dadına baxır və sonra çəkdirir. Deyir, nə olsun şəhərdən gəlmişəm, bilirəm nəyi necə almaq lazımdır. Qaydan da yadıma düşür ki, centilmenlik eləmək lazımdır. Aliyə xanımın əlindən kulokları götürürəm və yollanırıq Bakıya. Bakıya yollanmamışdan əvvəl işlərimizi qaydasına salırıq. Mən də kömək edirəm hamıya burada. Karabkalarımızı düzəldirik. Bu dizaynerimiz Rüfandır. Rüfan kamera görəndə çox həyəcanlanır. Cümşüd deyir ki, gəlin yumurtaları kağızlara bükək, yumurtalarımız sınmasın, kömək edirəm burada Cümşüdə mən. Rüfan icazə alıb bir günlük doğma torpağında Ucarda Rüfanı yola salırıq yolda. Yolu keçir, amma Rüfan haqqında çox narahatam. Yolu keçdiyinə görə yox. Adsız bir kəndə Rüfanı yola saldığımıza görə yenidən minirik maşına. Yollanırıq şəhər tərəfə. Güzgüdən gördüyünüz sürücümüz Nəbidir. Nəbi də çox maraqlı insandır. Növbəti vlogda Nəbini daha yaxından tanıyacaqsınız.